Salam qızlar, hər vaxtınız xeyir olsun. Mənim balaca xuliqanlarım oturub kartoşka yeyirlər ketçupla. Bu da mənim öz xuliqankamdır. Deyir, məni çəkmə. O güya biraz böyüyüb də. Burada da mənim Severnin maşınım yuyur. Qızlar, birazdan paltarları sərəcəyəm. Hava günəşlidir, qəşəndir. Burada sobaya cücə qoymuşam. Birazdan bişəcək. Və mən onlara makaronunu yəqin ki verəcəyim bunu. Amma hələlik ki kartoşka yeyirlər. Səhər də durublar, dürmək yeyirlər. Kəsimiklə. Bu da mənim bez porядокım. Görün nə günə qoyublar otağı. Hələ indi plis soslamışam. İnanın, paykalarını da atıblar yerə. Çıxın baxım çöldə necədir hava, indi paltar sərəcəyim. Ne gözəl günəşdir qızlar. İnanın ki o qədər evdə otururam. Arada elə bezirəm, Allah pis getməsin valla. Evdə oturmaqdan həqiqətən yoruluram uşaqlarla bütün günü. Amma ki neyiniyim, məcburam. Onları mən ata bilmərəm ki. İndi bugün istəyirik hərəkət çıxardaq, biraz gəzdirək. Və birinci günü deyəsən bağçaya gedəcək. Çünki müəllimələr də yazıblar uşaqlara gətirin. Birinci gün deyəsən aparacağam. Bağça uzaqdır deyə qızlar, biraz çətinlik çəkirəm. Amma yenə də lazımdır. Biraz mənim də hərəkət eləməyim, uşaqlara da biraz ayıq olurlar, biraz nə bilim. Baxmayın da biraz uşaqlarla münasibətdə olanda oyun keçirdilər onlarla orada. Nə bilim, uşaqlar ünsiyyətdə olurlar, müəllimələrlə, uşaqlarla maraqlı olur. Evdə bütün gün uşaqlar kütləşirlər televizorun qabağında. Hələ yaxşıdır ki, tək deyirlər, bir-biri ilə oynayırlar valla. Amma yenə də çətindir. Mən həqiqətən axır vaxtlarda səbir kasam dolub da təmiz. Ona görə fikirləşirəm ki, aparım arada birinci günü. Qabağıma məqsəd qoymuşam, axşam tez yatacağam. Səhər durub aparacağam bağçaya. Çünki axşamlar gec yatıram həqiqətən. Dururam, şeyə baxıram, seriallara baxıram. Təzə bir dənə də serial tapmışam. Sahibsizlər, yəqin ki baxırsınız qızlar. Mən ona baxıram. Həm ona baxıram, həm Kumaya baxıram, həm Leylaya baxıram. Sonra bir dənə də Kral Kaybedersə və Osman serialına baxıram. Çoxdandır da o Diriliş Asman. O deməli hardasa mən onu qutardım. Sonra yoldaşım gəldi mart ayında. Mən onu saxladım, dayandırdım, baxmadım. Hardasa keçib də 5 dənə təzə seriallar çıxıb hələ baxmamışam. Mən axşamlar onlara baxıram. Çünki gündüzlər uşaqlar multika baxırlar, vaxt olmur. Özüm də ürəyim istədiyim blogerlərə baxıram. Ona görə də vaxt olmur həqiqətən də. Ayda, hava ne gözəldir ay Allah. Allah'a qurban olum. İndi bir dənə çay düzəldəcəyəm burada. İstəyirəm elə balkonda oturub içim. Qızımı gözləyirəm, böyük qızım. Gəlsin. Bu günləri deməli işi çıxıb onun. Sonra da ki şeydir, konservatoriyaya gedəcək. Onların iyun ayının 5-də deyəsən konserti olacaq. Konsertdə Fərhad Bədərbəyli, Xuraman Qasımova işte gələcəklər konsertdə, onlara baxmağa. Bunlar həm xarici tələbədirlər deyə, həm də qəşəng sen hazırlayıblar da, qəşəng mahnılar hazırlayıblar deyə. Ona görə onlar hələ ki repetisiyaya gedirlər. Даже plakatları da çıxıb ki konsert olacaq deyə. Ona görə də uşaq ora gedib dedim, mama tez gələcəm, çalışım tez gəlim. Çıxaq biraz uşaqlarla gəzək, sən də biraz çıxarsan, təmiz nəfəs alarsan. Ata mama birazdan mamam başı gedəcək həqiqətən də valla. Кто не поел кокошу? Ну-ка покажите кокошу, кто не поел. Мохаммед не поел кокошу, да? Ну ладно, ничего страшного, потом покушаешь, да? Rihanna, я не поняла то, что сказала. Heç səni başa düşmədim. Ha? Да, sən başa düşürəm. Amma bunu başa düşmürəm. Rihanna, ты что сейчас сказала маме? Что ты сказала? Мама, обнимать не надо. Я тебя спрашиваю, что ты сказала, Rihanna? Fliqanlar. Qızlar, mən gedim paltalarımı sərim. Paltaları çıxartdım qızlar balkona. İstəyirəm indi sərim bunları.
Bunlara baxın qızlar, bunlar özlərindən şalaş eləyiblər. Kravatdan. Xəbər olaraq şalaş düzəldim. Xəbər включил. Это состояние. Зачем ты его включил? Да. Qızlar, bunu sizə göstərmək istirdim. Mən bugündən başladım bu idmanı eləməklə. Deməli, yazılıb həftədə 4 kilo atmaq olar bu idmanın köməyi ilə, aerobikan köməyi ilə. Mən deməli bunu elədim 19 dəqiqə 37 saniyədir. Bunu eləmişəm indi. Həqiqətən tamam su içinəm, inanırsınız. Effektini elə bilirəm ki, olacaq. Bir həftə mən dayanmadan bunu eləyəcəm. Həm də yeməyimə baxıram, axşam yeməyi yemirəm. Görüm effekti olacaq ya yox. Kəşkə də bugünkü çəkimi sizə göstərəydim, amma çəkim çox da yaxşı deyil, ümumiyyətlə yaxşı deyil, həqiqətən pisdir. Bu mənim səhtimə ziyandır, mənim ayaqlarım həqiqətən ağrıyır bu çəki ilə. Deməli, 97 kilo, 400 qram göstərdi indi mənim. Mən dəfələrlə qızlar arıqlaşmışam, çəki vermişəm, dəfələrlə yenə yığmışam, amma ən yaxşı çəki verməyim elə 97 kilodan 30 kiloyu vermişdim də 67 kiloya mən çəki vermişdim, amma ki həqiqətən idmanın köməyi ilə evdə eləyirdim idmanı. Cindy Crawford, Как достичь совершенства proqramın adı belədir. YouTube'da yığsaz taparsınız onu. O proqrama ilə mən 30 kilo çəki vermişdim. Mən sizə şəkillərimi də qoyacağam, görərsiniz ki, yox, mən şəkil göstərmirəm. Bağışlayın. Hələlik ki, mən şəkil göstərmirəm. Bilmirəm sonra şəkil göstərəcəm ya yox, amma hal-hazırda mən ümumiyyətlə özümü hələlik göstərmək istəmirəm. Ona görə də sadəcə danışıram sizin üçün ki, bəs belə bir hadisə olmuşdu. Mənim onda yaşım az idi. 3-cü uşaqdan sonra 27 yaşım var idi. Mənim onda cəhd elədim. Həqiqətən məndə alındı qızlar. Həm diyeta idi məndə, Larisa Dolina'nın diyetası idi. Düyü, kefir, qatıqda yəni ki, mağazinlə. Düyü, kefir, göy-göyərti idi, kəsmik idi, yaşıl alma. Mənim yeməyim bundan ibarət idi və mən hər gün 500 qram çəki verirdim. Həqiqətən hər gün mən çəki verə bilirdim. İndi bilmirəm bu dəfə məndə necə alınacaq, amma ki mən həqiqətən uşaqlar öldürdülər bir-birlərini. Həqiqətən də deməli gördüm bu günləri ki bu aerobika qısa da olsa, 20 dəqiqəlik də olsa, amma effekt bilinir ki olacaq. Çünki hərəkətləri eləyəndə insan özündən hiss eləyir artıq. Və 20 dəqiqə ərzində mən su içinə düşdüm. Aydın məsələdir ki, bu kömək edəcək mənə. Mən də çalışacağam ki, həqiqətən yeməyimə də baxın. Düzdür, mən o dərəcədə ciddi eləməyəcəyəm ki, ondakı kimi axmaqlıq elədim. Düzgün çəki, mən düzgün qidalanmadım deyə. Sonra başlayanda dietanı bitirəndən sonra mən çox tez çəki yığdım. Çox tez müddətdə. Hər halda onun deməli, necə demək istirdim. Hətta ki, bağışlayın biraz qızlar, Azərbaycan dilini arada görürsünüz ki, belə çətinlik çəkirəm sözlərini tapmağa. Deməli, hətta mən 4-cü uşaqda ondan sonra dünyaya gətirmişəm 37 yaşında, 38 yaşında. Deməli, onda mən 130 kilo idim. Uşaq dünyaya gələn vaxt 130 kilo idim. Uşaq dünyaya gəldi, oldum 112 kilo. Ondan sonra yavaş mən həqiqətən onda da çəki vermişdim. Hardasa 84 kilo düşmüşdüm. Amma yenə də çəki qalxdı. Və indi mən istəyirəm bu proqramın köməyi ilə və aydın məsələdir ki, mən uşaqlarla həyatda gedə bilmirəm qızlar. Çünki 2 uşaqla çölə çıxmaq çətindir. Bir dənə olsaydı yenə də mən kolyaskan götürüb gəzdirərdim ya necəsə. Amma 2 uşağı nə evdə saxlamaq olur. Məsələn, birini mən Xəvərlə saxlayanda Xəvər biri ilə bacarır, ikisi ilə bacarmır. Çünki onlar başlayırlar, uşaq da onlar nadiclik eləyirlər, o da uşaq da əsəbləşir. Ona görə də mən alınmır məndə. Təkcə bağçaya aparanda mən oradan gəlirəm 1 saata o yolu piyada. Saat 10 olur, gəlib çatıram evə. Əgər mən onları 9-da aparıramsa, 9-un yarısı aparıramsa, saat 10-da mən gəlib evə güclə çatıram. Orada da ki, inanırsınız, gələn kimi leş oluram da təmiz. Çünki çətindir o bir dənə yolu gəlmək. Hardasa 1 saat mən yeriyirəm də oradan. İndi uşaqları inşallah aparsam ki, yaxşı olacaq. Onu mən eləyəcəm hökməm. Piyada gələcəyəm. Amma bu idmanı mən dayanmadan 1 həftə eləyib bunun təsirinə baxmaq istəyirəm. Sizə də bölüşəcəm öz rezultatımı. Sabah səhər tərəzini sizə göstərəcəm qızlar.
tərəzini göstərəcəm sabah. Bir də ki, gələn həftədə mən bugün həftənin 6-cı günüdür. Gələn həftənin 6-cı günü mən sizə tərəzini bir daha da göstərəcəyəm inşallah ki. İdman eləyəndən sonra balkona çıxmağın da bir ləzzəti var. Sizə deyim. Çünki çox isti oldu evdə. Hətta skvaznak da elədim, yəni xeyri olmadı. Mən uşaqlar otaqdan görürlər, mən balkondayam. Orada məni çağırırlar, mama. Məhəmmədə onun adını öyrədirəm, qızlar. Adını deməli danışır, böyük uşaqdır, 3 yaşı var. Danışır, amma adını kakda biz provat eləməmişdik danışmağa. Biz evdə ona Məki deyirik. Adı Məhəmməddir. İndi bugün dünəndən ona öyrətmişəm, rus dilində deyir, Miya Zavud Məhəmməd. Sevinə-sevinə deyir, sразу deyir ki, risk adını Məmməd deyir. Ölürük gülməkdən ki, az bax, sənin adın Məmməd deyil, Məhəmməddir. İnşallah görəncə, amma o Riyannadan yasla danışır. Riyanlanın dişləri yoxdur deyə uşaq çətinlik çəkir. Nə qədər də həkimlərə göstərmişəm, həkimlər deyirlər ki, hələ tezdən dişlərini çıxartmaq olmaz, süd dişləridir deyə, sonra diş çıxmayacaq uşaqda. Ona görə də hələlik gözləyirik ki, nə bilim, həm də ağırlıdırlar da, karesdir deyə uşağı incidir. Nəsə yeyəndə sразу dişini tutur ki, zubu. Mən gözləyirəm ki, o dişlərin əvəzində təzə dişlər çıxmalıdır. O könülləri düşməlidir inşallah ki. Xəbərdə çünki elə olmuşdu. Bir dəfə onu aparmışdım stomatoloqa. Bir dənə karisli dişi var idi. Aparmışdım. İynə də vurdular. Hətta keyləşdi, uşaq qoymadı. İsterikaya düşdü ki, mənə əl vurmayın və salam. Məcbur qalmışıq. Oğlum da gətirmişəm orada zənginə. Nə qədər oyun çıxartdıq, uşaq qoymadı da həkim özünə yaxın. Həkim də dedi ki, belə olmaz, aparın. Apardıq onu evə və inanırsınız ondan sonra elə bir şey çəkmədi. Keçmədi aradan ki, uşağın dişinin yerinə təzə diş gəldi, həmin dişin altından. Təzə diş çıxdı, o köhnə dişlər düşdü. İnanırsınız, öz-özümə düşünürəm ki, nahaq onu muçt elədiyimdə həqiqətən şeydir də, uşağa bir depressiya oldu da, həqiqətən o stomatoloqdan çox qorxur. Hələ ona yazıq stomatoloq dəyməmişdi, iynəsini görmüşdü, fırtış birisinin əlində qorxdu. Ona görə də şey eləyirəm, ona görə biz də gözləyirik gələr yandan. Nəysə belə qızlar, əgər bu günləri çıxsam həyətə ayrı bir vlog çəkəcəyəm. Hələ ki gözləyirəm Madonnanı. Burada vlogu bağlayıram. Gedim bir dənə su içdim indi çünki çox isti oldu mənə. Gedib bir stəkan da çay içəcəyəm. Hələlik bu qədər. Xahiş edirəm qızlar, kim kanalıma abunə olmayıbsa abunə olun. Kim komentar yazmaq istəyirsə ürək sözlərinizi yaza bilərsiniz. Amma pis yazmayın, xahiş edirəm. Mənim rus kanalım var qızlar. Deməli mən Rusiyada olanda onu çəkmişəm. Orada mənim podpişiklərim də var, prosmotorlar da normaldır. Amma ki Rusiyada indi YouTube yoxdur deyə mən ümumiyyətlə daha rus dilində bəlkə də orada çəkərəm sonra, amma hələlik yox. Orada mənim kanalım var. Burası mən hələlik istəmirəm burada silkanı qoymağa ki, hələlik özümü göstərmək istəmirəm belə.